Bakıxanovda özü üçün bağ ev istəyənlərə çox yaxşı bir, maraqlı bir təklifimiz var. Həyətində hər növdə ağacımız var. Mərkəzi yolun üstündə Razində, Bakıxanovda super bir ərazidə yerləşir. Həyətində alması, armudu, narı, əncili, hətta limon ağacına qədər var, əziz dostlar. Yaşıllığı qaydasındadır, gördüyünüz kimi ev sahibi hər növdə ağaçlardan əkib. Evin yerləşmə yeri də həqiqətən çox gözəldir. Bakıxanov qəsəbəsində əvəz olunmaz bir yerdir. Mərkəzi yolu cəmi 10 metr, 15 metr məsafəsi var. Ben yolu göstərək zəhmətimiz. Marşrut xəttinə Arablinka yolu. Bu yol üzü Qaraçuqura da gedir, Bakıxanov ticarət mərkəzinə tərəf də gedir. Bu tərəfi də bir dənə göstərək qardaşım. Bu yolda yenə Bakıxanov ticarət mərkəzinə, Aygun Mall ticarət mərkəzinə tərəf gedir. Məhəlləsi də asfaltlı dostlar, çox gözəl bir variantla qarşınızdayım. 2 mərtəbəli evdir, garajı da var, 2-ci mərtəbəsi yaşayışdır, sənədlərində heç bir problem yoxdur, bağlı, bağçalı bir evdir. İndi isə evin daxili ilə tanış olaq. Pilləkəndən qalxarkən sol tərəfdə sanuzel, sanitar qovşağımız yerləşir. Evin girişində, əziz dostlar, kombi sistemi quraşdırılıb, döşəməsi parketdir, kombi sistemi burada quraşdırılıb, radiatorlar var. Yaşamaq üçün tam şəraitli bir ev. Yaxınlar zəhmət olmasın. Bura evin xol hissəsidir. Ev sahibi burada öz üçün belə bir şərait yaradıb. Xolun baş tərəfində mətbəx yerləşir. Mətbəx mebeli var. Sadəcə əşyalarınızı götürüb, köçüb yaşaya bilərsiniz, əziz dostlar. Təmiri, şəraiti çox yaxşı bir vəziyyətdədir. Mətbəxin solunda bir otağımız təmiri qaydasındadır, gördüyünüz kimi. Otaqlar da kvadratı yaxşıdır. Əşyaların yerləşməsi üçün otağın kvadratı çox yaxşıdır. Yəni istənilən əşyanızı bura yerləşdirə bilərsiniz. Bu otağın daxilində 2 ədəd pəncərəsi var. Gün düşən, gün vuran bir mənzildir, evdir, həyət evidir, villadır. Deməli, burada bir otağımız, zəhmət olsa təqdim edək. Bura digər otaqdan genişdir. Hardasa 20 kvadrat metr ölçülərə sahibdir. Burada da otağın daxilində belə bir kladovkası var, şkafı var. Əşyalarınızı yığa bilərsiniz. Daxili hündürlüyü də yaxşıdır dostlar. Hardasa 3 metrədən artıq daxili hündürlüyü. Burada növbəti otağımız 20-25 kvadrat metr ölçülərə sahib belə geniş otağımız var. Yaxınlaş qardaşım. Burada TV stendi quraşdırılıb, televizorun yeridir, göstərək. Otaqların daxilində gördüyünüz kimi 2 ədəd, hər birində 2 ədəd pəncərəsi var. Küçəyə baxır, digər pəncərə öz həyətinə baxır. Qiymət də münasibdir dostlar. 3 sota yaxın torpaq sahəsidir.
3 sota yaxın torpaq sahəsidir, təmiri qaydasındadır. Alıb kirayə vermək də olar, alıb bağ evi kimi yaşamaq da olar. Həqiqətən çox gözəl yerdə yerləşir. Məktəb, bağça, böyük ticarət obyektləri, Bakıxanov ticarət mərkəzi hamısı evin lap yaxınlığında yerləşir. Sənədlər də qaydasındadır, qupçalıdır. Alıb alıq-satqınızı eləyə bilərsiniz. Boşdur evimiz dostlar, gördüyünüz kimi yaşayış yoxdur. Alıq-satqı günü evin açarlarını təhvil verə bilərsiniz. Zəmin də sizin üçün təqdim edəcəm dostlar. Bura evin zirzəmi hissəsidir. Bura evin qarajıdır. Zirzəmisi böyükdür, əlavə veşlərin yığılmağı üçün. Yəni arxada da yeri var, geniş bir zirzəmimiz var, qarajımız var gördüyünüz kimi. Qarajın da qapısı evin çöl tərəfindən açılır zəhmət olmasa. Burada evin birinci mərtəbəsində yerləşən letni mətbəxtidir. Birinci mərtəbədə belə bir mətbəxtimiz var, tam ayrı. Yəni ikinci mərtəbədən ayrı, birinci mərtəbənin də öz letni mətbəxti var. Çox münasibdir. Həyətində də hər növdə ev sahibi meyvə ağaçlarından əkib. Qiymət dostlar 250.000 manata deyilir. Əgər real alıcı olarsa ev sahibi ilə qiymətdə razılaşma olar. Sağ olun, var olun.